Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə çox dadlı Türk mətbəxindən olan sarı sultan sarması hazırlayacağım. Bunun üçün bizə lazım olacaq. İlk növbədə mən tavanı hazırlayıram. Yarım stəkan çəkilmiş qoz fındığı və yarısına isə yarım stəkan kakos əlavə edirəm. Siz bunu tək kakos və yaxud da tək fındıqla da hazırlaya bilərsiniz. Yəni sizin zövqünüzdən asılıdır. Mənim tavamın razmeri, yəni ölçüləri 35-in 35-ədir. Siz əgər böyük tavada hazırlamaq istəsəz, 2 qat artırmalısınız. Bunun üçün indi bizə lazım olacaq yarım stəkan şəkər tozu, yarım stəkandan biraz çox un, 1 xörək qaşığı kakao, 1 paçka vanil. Bunları quru-quru belə qarışdırıram. Tam belə bir-birinə qarışıb həll olunmalıdır. Sonra isə üzərinə 500 ml qaynadılıb soyudulan süd az-az əlavə edib durmadan qarışdırıram ki, topaqlanma olmasın içərisində. Baxın, belə tam qarışır. Sonra isə qoyuram orta odda olan qazın üzərinə və durmadan qaynağa gələnə kimi qarışdırıram. Baxın, artıq qaynağa gəldi. Belə göz-göz qaynayanda deməli artıq qatılaşır. Baxın, çox tez qatılaşır və belə yenə də durmadan qarışdırıram ki, dibinə yapışmasın. Sonra isə qazı biraz azaldıram və 1 dəqiqə yenə durmadan qaynamağını gözləyirəm və durmadan qarışdırıram. Üzərinə isə 1 xörək qaşığı kərə yağı əlavə edirəm. Kərə yağı əriyənə kimi qarışdırıram və artıq hazırdır. İndi isə elə isti-isti bayaq hazırladığım tavanın içərisinə əlavə edirəm. Və tam hər tərəfə gələcək şəkildə yayıram. Amma çalışın spatulanı bir tərəfə eləyin. 2 tərəfə o üz-bu-üz eləsəz, altındakı kakos və fındıq qalxacaq. O soyuyana qədər isə mən kremi hazırlayıram. Yəni onu da 1-2 saat soyutmaq lazımdır. Tam əmin olun ki, soyuyub isti-isti kremi üzərinə qoymaq olmaz. Krem üçün isə 1 stəkan 33%li qaymaq, içərisinə 1 xörək qaşığı qatlaşdırılmış süd. Bunu da əlavə edirəm və mikserlə qarışdırıram. Qatlaşıb bərkiyənə kimi qarışdırmaq lazımdır. Baxın, belə alınır. İndi isə bunu da qoyuram soyumağa. Hər ikisi soyuyandan sonra belə kremi də əlavə edirəm üzərinə. Və kremi də yenə də hər tərəfə gələcək şəkildə yayıram. Sonra isə kəsirəm. Yəni siz bunu kəsəndə də nə boyda istəsəz, yəni nazilliyin, enliliyin özünüz də qoya bilərsiniz. Məndə belə 12 ədəd alınır. Belə bir enlilikdə. Hər dəfə kəsəndə bıçağı silsəz, sizə daha rahat olacaq kəsmək. Belə kəsəndən sonra spatulanın köməkliyi ilə yavaş-yavaş belə burursuz. Yəni sınma, çatlama olmur, çox rahat burulur. Baxın, belə alınır. Bu fındıqlı tərəfidir və indi isə kakoslu tərəfində yığacağım. Çox dadlı, çox yüngül, marojna dadında alınan bir şirniyyatdır. Mütləq hazırlayın. Çox dadlı alınır.
Belə hamısını vurub düzürəm qaba. Məndə 12 ədəd alındı. Baxın, belə artıq şirniyyatımız hazırdır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı, komment yazmağı unutmayın. Dəstəyinizə görə çox sağ olun. Sağ olun.